2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlib, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün Kapital Bankın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək Makarov markalı xidməti tapançanı ələ keçirib. Bundan sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədi ilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyev izləyib. Şübhəli davranışı polis əməkdaşlarının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralayıb. Yunus Səfərov Müsəlman Birliyi Hərəkatının sədri Talih Bağırzadənin 3 körpəsini başsız qoyan şəxsi öldürmüşəm. Bundan nümunə götürün. İslamın düşmənlərini öldürün. Azərbaycanda hakimiyyəti İslam Birliyi ələ almalıdır deyərək ölkə əhalisini Respublikanın vəzifəli şəxslərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış edib. Ya İmam-ı Zaman şiədə ehsasa var, Cöyin pərçəmi Həzrət-i Əbbasa var. Oldu qollar gələr, ta ucalsın ələ.